Salam dəyərli izləyicilərim, bu günləri çox gözəl və ləzzətli, pambıq kimi yumuşaq, bərəkətli və sadə ərzaqlar ilə hazırlanan cemli piroqun reseptini paylaşıram sizlərlə. Bir qabın içərisinə 250 ml ilıq süd, 70 qram əridilmiş kərə yağı, 1 ədəd yumurta, 50 qram şəkər tozu, yəni hardasa 3 xörək qaşığı, 1 çay qaşığı quru maya, yəni 1 paket əlavə edib qarışdırırıq. Sonda da 700 qram unu hissə-hissə əlavə edib yumuşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Xəmirin üzərini örtüb isti bir yerdə 1 saat mayalandırırıq. Daha sonra xəmiri biraz yoğururuq ki, havası çıxsın, maya qoxusu gəlməsin və yağlı kağız üzərində yumru formada yayırıq. Ortasına ya bir qab, ya da qapaq qoyub kənarlardan kəsiklər edirik. Daha sonra kənarlarını videoda gördüyünüz qaydada hörürük və videomun əvvəlində qeyd etdiyim kimi mən bu xəmirə şəkər tozunu az əlavə etmişəm, çünki içlik də şirin olacaq, amma əlbəttə ki, bu zövqə görə də istəsəniz şəkər tozunun miqdarını artıra da bilərsiniz. Xəmirin üzərini örtüb ən azı soba listində 15 dəqiqə gözlətdim. İçlik olaraq da əncir cemindən istifadə etmişəm və üzərinə də biraz da fındıq səpdim. Kənarlarına yumurta çəkib əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 30-35 dəqiqə ərzində bişirdim. Bugünlük də bu qədər dostlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Videomu like edib kanalıma abunə olmağı da unutmayın və bu arada daha ətraflı videolarımı qaçırmamaq üçün YouTube kanalıma da abunə ola bilərsiniz. Özünüzə yaxşı baxın, hələlik.